dostlarının qıza biraz mənfi fikir bildirdiyidir. Bundan sonra Minanın psixologiyası bunu qaldırmadı və canlı yayında özünü asdı. O nifrətləri göndərənlər indi rahat-rahat yata bilirsinizmi? Ya sən Niki gecə yastığa başını rahat qoyub yata bilirsənmi? Bundan sonra Nikini hələ də qoruyan fanlar var. Xeyr, Niki günahsız deyil. Bircə qızın adını demədiyi qalmışdı o yayında. Qızı hədəf göstərib, sonra da ortalıqda mən günahsızam deyə gəzə bilmərsən. Neysə, məndən bu qədər. Məryəm, qaçar. Niyə bir... Arkadaşlar Mina'nın YouTube kanalını buldum. Silmişler. Çoğusunu silmişler Mina'nın arkadaşlar. Hatta Mina böyle yazsanları çıkabilir. Çok üzüldüm gerçekten. Kitapta bulabilirsiniz ancak. Videosu burada. Çok korkunç, korkuyorum.